biraz alış-veriş etdim və onları sizinlə bölüşmək istəyirəm. Sürü kosmetik brendləri var. Onların hamısı, bir çoxları Sephora mağazalar şəbəkəsində birləşib. Tamamen öz pulumladı, heç birinin reklam deyil. Rəfiqələrim çox işlədirdi və tövsiyə edirdilər. Chanel'in viral olan tonalisini almışam və onun üzərindən mat effekti versin deyə onun pudrasını almışam. Belə şarik və serumla birləşir və eyni zamanda onun pudrasını B40 çox bəyənirəm. O eyni rəngi aldım, eyni tondakı. Üzümdə ton bərabərsizliyi olmasın. Fırçası var və çox gözəl rəngi var. Teksturası da möhtəşəmdir. Bununla makyaj edib onu da çəkəcəm. Göz altı konsilerim. Givenchy'dən də bunu belə tək işlətmək olmaz. Amma bunun özəlliyi ondadır ki, prime var. Concealer'ım və prime'ım Givenchy'dəndir. Ən sevdiyim Dior'un viral olan bleski vardı. Çox sevirəm. Həm belə özünün markasının belə bir loku da var. Tonlaşdırmaq üçündür. İstəsəniz dodaq konturundan istifadə edib bunu da tonlaşdıra bilərsiniz. Və Estee Lauder Double 3, Double 2 tonalında üzümdəki indi odur. Yəni bu mənim vazgeçilməzimdir. Artıq bunu illərdir, 2019-dan bəri istifadə edirəm. Rary Beauty'dən aldım belə bir allıq. Allahım, rəngə baxın. Və bunu niyə almışam? Mən illər öncə Yves Saint Laurent'dan belə bir rumyan aldım. Və bunu onunla istifadə edəcəm. Və belə bir stick, daha doğrusu kontur aldım. Bu rəngi də Bright Side. Nə bilim, nəsə çox almamışam deyə bundan çox başım çıxmır, amma istifadə edəcəm. Huda Beauty'dən çox sevdiyim Venus Liquid Matte və onunla kombinləşdirəcəyim dodaq qələmi. Çıxarda bilməyəcəm. Yəqin ki, biraz parçalayacağım qutusunu. İstifadə etmişəm, çox gözəldir. Dodaq boyası almışam, çünki çəkilişə görə çoxdur. Belə Dior'un göz qələmi. Bunu da illərdir istifadə edirəm və çox möhtəşəmdir. Gözə yanığı vermir. Alırsınızsa göz qələmi bundan alın, deyirəm. Daha sonra yenə başqa geyimlərdə də unpacking edəcəm və qarşınızda olacağım.